Tovuzda 3 nəfərin xəsarəti ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 markalı avtomobillə Kia markalı avtomobil toqquşub və daha sonra VAZ 2106 markalı avtomobil yol kənarında dayanan VAZ 21011 markalı minik avtomobilinə, sonra isə avtomobil təmir emalat qalasına çırpılıb. Nəticədə 3 nəfər Kia'nın sürücüsü, Tovuz rayonu Abulbəyli kənd sakini 34 yaşlı Elvin Quliyev, Bozalqanlı kənd sakinləri 26 yaşlı Sərxan Tağıyev və VAZ-ın sürücüsü 26 yaşlı Nəsimi Qüdrətov xəsarət alaraq təcili tibbi yardımla Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Təbibdən bildirilib ki, bədənin müxtəlif nahiyələrində çapılmış yarası diaqnozu təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Yaralıların vəziyyəti orta ağır və stabil qiymətləndirilir. Murad Adiloğlu, Kamran Əskiparalı, Səs TV Tovuz.